dəyərli Quba sakinləri. Və bugün qəhrəman şəhidimizin adını tutub onun anım günündə iştirak etmək üçün qızıl vaxtından ayırıb bugün onun həm abidəsinin ziyarətinə, həm məzarının ziyarətinə, həm də ailəsinin ziyarətinə gələn hər bir vətəndaşa təşəkkürümü bildirirəm. Bugün biz Qubanın Ağbil kəndindəyik. Bugün qəhrəman şəhidlərimizdən Qarabağın azadlıq sevincini bizlərə yaşadan igidimizin doğum günüdür. Bugün Battalımızın doğum günüdür. Yaşasaydı, anasının sözləri ilə desəm 23 il keçərdi ömründən. Ancaq o bugün doğum gününü cənnətdə, cənnət qardaşları ilə birlikdə, döyüş yoldaşları ilə birlikdə qeyd edir. Bugün o bizim yanımızda olmasa da 5 ildir hər gün ürəyimizdə döyünür adı. 5 ildir yanımızda olmasa da qəlbimizdə yaşayır. Necə ki, digər şəhidlərimiz bizim üçün əzizdir, eləcə də Battalımız bizim üçün əzizdir. Cənnətə subay köçən oğullardan biriydi Battalımız. Özündən sonra bir bacısı, bir də qardaşı əmanət qaldı xalqına. Amma özündən yadigarı olmadı bizlərə. Çünki anası onun üçün xonça vəziyə bilmədi, elçi gedə bilmədi. Amma o oğul sayəsində bugün biz Qarabağa gedə bilirik, Şuşaya gedə bilirik. İllərdir əsarətdə olan torpaqlarda rahat gəzə bilirik. Qəhrəmanımızın ruhu şad olsun. İgidimiz mənim bir neçə kitabımda yer alır və bugün də mən onun doğum gününə Sönməyən Ulduzlar kitabından gəlmişəm. Bu kitabda müxtəlif bölgələrimizdən şəhidlərimiz yer alıb ki, onlardan biri də Qubanın qəhrəmanı Battalımızdır. Şəhidimizin anasına kitabını təqdim etmək istəyirəm, köşəsində yer alsın. Bir də təşəkkürnamə, fəxri diplom vermək istəyirəm Dəmir Yumruq Alfa Cəmiyyəti adına. Azərbaycan Respublikasının Ali Baş Komandanı, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında haqq savaşı, vətən müharibəsində göstərdiyi şücaətə görə şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşan, zəfər gününü bizlərə yaşadan şəhid Bayraktarov Battal Mikailoğlu Dəmir Yumruq fəxri diplomuna layiq görülür və şəhid ailəsinə təqdim olunur. Vətən qarşısında xidmətiniz unudulmazdır igidlər. Bu da şəhidimizin köşəsində yer alması üçün anasına təqdim edirəm. Mikail əmmə səbir diləyirəm. Gülsənəm anama səbir diləyirəm. Nazlı bacıma, şəhidimin tək qardaşına səbir diləyirəm. Allah sizlərə güc qüvvət versin. Ən əsasda Allah səbrinizi bol eləsin ki, anamıza, atamıza dəstək ola biləsiniz. Onların gözündən düşən yaşı vuruda biləsiniz. Arzu edirəm ki, bundan sonra sizin qatda yalnız xeyir işlərə qonaq gəlsin bugünkü qonaqlarımız. Və nəvə, o qədər nəvələrə başınız qarışsın ki, gün o gün olsun Battalımızın adını daşıyan nəvələrimiz dünyaya gəlsin inşallah. Bugün qəhrəman şəhidimizin ziyarətinə müxtəlif bölgələrdən şəhid ailələri gəlib. Mən istəyirəm icazənizlə sözü şəhid analarına verim. Hər kəs qısa da olsa öz şəhidinin adını, soyadını çəkməklə qəlbindən keçən sözləri bizlərlə bölüşsünlər. Tanımayanlar da bu qəhrəmanlarımızı tanısınlar. Elə başlayaq anamızdan, ana öz şəhidinin adını, soyadını. Biz möhkəm danışaq ki, səsimiz eşidilsin. Həbibov Muradın anasıyam. Qubadan gəlmişəm. Bugün biz Battalın yolunda yaşamışıq. Allah yolunu mübarək desin, yeri cənnət desin, yeri cənnətdir. Şəhidlər bizim başucağımızdır, bizim ant yerimizdir. Allah sizə də səbir versin. Yaxından çəkək anamızın səsini eşidə bilək. Şəhidimizin adını, soyadını deyək. Hacıyev Aydəmir. Hacıyev Aydəmirimizin anasıdır. Subay idi, evli idi. Subay. Allah səbir versin. Cənnətə subay köçən oğullarımızdan biri. Və buyur anam. Şəhid Lətifov Eynullah. Hacıqan şəhidi. Gidilməz gəlindi.
Növbəti anamız şəhidimizin adını, soyadını deyin. Onun atası deyir. Sevə. Onun bir atası. Məmmədov Elnur qızı oğlu. Əhmədov Əskər Əhməd Pişoğlu. Quba rayon Paşabba kəndi. Allah sən Allah da onun şərəfi. Maşallah. Buyur əmi, danışmaq istəyirsən eşidək səni. Allah ruhlarını şad etsin. Allah məqamlarını üzə etsin. Buradan şəhid analarımızı eşidək. Quba rayon Əlbəşlər kənd şəhidi Fətəliyev Səmral Ayazoğlu. Biz orada şəhid olub, könüllü döyüşlərə qatılıb. Allah bütün şəhidlərimizə rəhmət etsin, məqamları uca olsun, yerləri cənnət olsun. Allah. Bu sənən bacımıza da səbr sözün versin, bir gün Battal balamızın da növbədir. Quba rayon Yerli kəndi Məmmədov İsmail Məmmədov İsmail oğlu Quba Texnik Müəlliməti könüllü yazılı Soğukçuluğunda şəhid olur. Bütün şəhidlərimizin məqamı uca olsun. Allah qanımıza da dünyamıza sevilsin. Səttar Piyinin anasına, Səttar zabit idi. Səttar Piyinin müharibəni Zahid Sağ'ın anasıyam konaktan, babalarına konaktan şehit yani kızı üçlü, kızı da şehit olmuş, subayım. Allah şehitlerimize analarına, atalarına, her birine, ana atasını seviyoruz. Başlayıcılar Ruslan Bayramov'un anasıya. Harbide Afgacan dövüşü, Şuşada şehit olur. Bir kız evladı var, yadigarı. Allah sən. Üzünü de görmüyor. Allah şehitlerimizi yerin cennet etsin. Amin. Şəhid sağ olursa, 2 ay olur, Boşanda şəhid olur. Battal Nasir oldu, şöyle bir şəhidlər. Allah sizə də səbr versin. Musa rayonunun İmaqlı kəndindən Cəfərov Ali Qılıçoğlu'nun anasıyım. Baş düzəlişində Ankara'da şəhid olub. Bu tədbirdə bütün vətəndaşlardan İsmail xanımlara təşəkkürümü bildirirəm. Bu şəhidin yolundan bana təşəkkür edirəm. Valideynlərimə mənə təşəkkür edirəm. Bütün cəmi şəhidlərimizə Allah rəhmət etsin, məqamları cənnət olsun, ruhları şad olsun, məqamları ucadan da uca olsun. Amin inşallah. Abdullah Elməkli, Quba rayonu Qarqam kəndində soğuk oluşan Abdullah şehit. 2 gün kalmışlar. Şehit. Allah bütün şehitlerimize anımızı sevsin. Sonradan gələn analardan, buyurun anamız. Eşidək. Kəbra. Ali oğlu. Həm Mikayıl oğlanın anası. Telefondan başım çıxırlar şimdi. Başqa tədbirimizdə iştirak edən bu gün gələn şəhid anaları, şəhid ataları, kimlər danışmaq istəyirsə biz sizi eşitməyə hazırıq. Buyur ana. Şəhidimizin adını, soyadını da biz də tanıyaq. Hədi İbrahimov Əli. Kim oğlu? Bəxtiyarov. Nə qədər əsgər olmuşdur? 5 ay əskər olub. Mayın 4 əskər gedib. Allah ruhunu şad eləsin. Şəhid atalarından danışmaq istəyənlər varsa, ilk öncə elə Battalımızın atası Mikailə mi bir-iki kəlmə desin. Atalar da baxsın, ürəklənsin, onlar da ürək sözlərini bizlə paylaşsınlar. Ben danışan kimi oğlum. Danışan kimi oğlum. Başqa şəhid atalarından kimin sözü varsa eşidək. Qeyd edir ki, Qarabağ qazimiz var, Alişan ona söz versin. Danışmaq istəyən, gələn qonaqlardan
Əziz qonaqlar, baxın. Nazlı. Bütün şəhid ailələrin bir arzusu var, şəhidlərimiz unudulmasın. Əgər şəhidlərimizin unudulmasını istəmiriksə, onda özümüz tanıtmalıyıq şəhidlərimizi ki, hər kəs tanısın və heç kəs də unutmasın. Elə ilk addımı özümüz atmalıyıq. Mən tanıdığım şəhidlərlə yanaşı, hər bir bölgədə tanımadığım şəhidlərimizi də tanıtmağa çalışıram. Elə isə utanmayın, çəkinməyin, çünki bu oğullar hər birimizin başını uca eləyən oğullardır. Biz o qəhrəmanlarımız haqqında danışanda utanmamalıyıq. Onlar böyük bir iş görüblər. Bugün şəhidimizin abidəsinin ziyarətinə həm də qazilərimiz gəlib. Dedilər ki, Qarabağ müharibəsinin qaziləri burada iştirak edir. Sözü vermək istəyirəm qazilərimizə. Onlar da bu vətən uğrunda sağlamlığından keçən qəhrəmanlardır. Alişan qardaş, biraz yaxına gəlin, zəhmət olmasa səsimizi eşidək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analarımızın əllərini öpürəm. Allah'ım yəsəl versin. Qazilərimizə acil şifalar versin. Allah sizə də şəfa versin. Şəxsən mən öz adımdan şəhid və şəhid bacılarına, valideynlərinə səbir diləyirəm. Bəli, bu şəhidlər uca məqamda yerləri var. Mən bir qonaq olaq kimi, bir veteran hərbiçi kimi, mənim bacım oldu da şəhid oldu. Allah'tan arzu eləyirəm bacılara səbir, şəhid olanların yoldaşları qalıb, onlara da səbir diləyirəm. Valideynlərə, atalara səbir diləyirəm. Bəli, bu müqəddəs yolda biz öz borcumuzu yerinə yetirmişik. Fakt, mənim oğlum da indi hal-hazırda Ağdamda xidmət edir, baş leytenantdır. Yəni, mən fəxr eləyirəm, həmişə də Quba şəhərinə gələndə, mən özüm qonağım, Bakıdan qonağım gəlmişəm. Yəni də bu tədbirlərin keçirilməsində iştirak edən Şairə xanıma təşəkkürümü bildirirəm və valideynlər səbir diləyirəm. Allah ömürlərini uzun eləsin, canlarını sağ eləsin. Da indi olub vətən uğrunda getir. Mənim öz bacım da oğlu şəhiddir, o oğlum qazıdır, baş leytenantdır. Yəni səbir diləyirəm. Allahdan səbir diləyirəm. Kərbəla kimi Allahdan səbir diləyirəm. Uzun ömür arzu edirəm xanımlara, atalarına. Sağ olun, təşəkkür edirəm. Mənə çox belə ürəyimcə oldu. Bu tədbirdə iştirak etmək. Allah razı olsun, biz də təşəkkür edirik ki, bu yolu qət edib, sizin qəhrəmanımızın ailəsinə dəstək olmağa gəlmişsiniz. Başqa kiminsə sözü varmı? Yoxdursa əgər tədbirimizi yekunlaşdıraq, çünki şəhidimizin məzarının ziyarətinə də gedəcəyik. Qəhrəman şəhidim, ruhun şad olsun. Ruh şad olsun. Sən bizə Qarabağın azadlığını bəxş eləyən igidsən. Biz səni nə bugün, nə sabah heç bir zaman unutmarıq. Biz unutmarıq ki, bizdən sonra gələn nəsillər də unutmasın. Allah hər birimizdən razı olsun. Bayraqlar tam düşsün. Videonu bitirmə, bütün qonaqları bir daha axıra qədər çək, sonra bitirsin.